Salam. Bugün sizinlə Azərbaycanın su ehtiyatlarının idarə olunmasından danışacağıq. Əlimizdəki əsas sənəd Azərbaycan Respublikasının su məcəlləsidir. Bu, ölkənin bütün sularını, yəni çayları, gölləri, hətta Xəzərin bizə aid hissəsini necə qoruduğumuzu, necə istifadə etdiyimizi müəyyən edir. Bəli, salam. Bu məcəllə demək olar ki, su ilə bağlı bütün hüquqi məsələləri tənzimləyən əsas, belə deyək, yol xəritəsidir. Gəlin onda elə başdan başlayaq. Məcəllədə hansısa əsas anlayışlar varmı ki, onları bilmək vacibdir? Əlbəttə, məsələn, su obyekti deyəndə hər hansı bir çay, göl, yeraltı su hövzəsinin, yəni suyun olduğu yer nəzərdə tutulur. Su ehtiyatları isə həmin obyektlərdəki istifadəyə yararlı suyun özüdür. Aha. Sonra var su istifadəçisi, bu sudan istifadə etmək hüququ olan şəxs və ya qurumdur. Bir də var su istehlakçısı, o da istifadəçidən suyu alan tərəfdir. Aydındır. Yəni fərqləri var. Bəli, fərqləri var. Həmçinin suyun çirklənməsi, zibillənməsi kimi mənfi təsirlər ya da daşqın kimi zərərli təsirlər də məcəllədə dəqiq tərifini tapıb. Çox maraqlıdır. Bəs bu qədər vacib olan Azərbaycanın su fondu konkret nələrdən ibarətdir və ən əsası kimə məxsusdur bu sular? Su fondu dedikdə deməli bütün daxili sular, çaylar, göllər, yeraltı sular, buzlaqlar, bir də Xəzər dənizinin Azərbaycan sektoru bura daxildir. Yəni hər şey. Bəli, demək olar ki, bütün su mənbələri. Mülkiyyətə gəlincə isə əsas qayda budur ki, su ehtiyatları dövlət mülkiyyətindədir. Xəzər dənizi, sərhədyanı sular, ölkə üçün strateji əhəmiyyətli su anbarları, kanallar, bunlar hamısı dövlətindir. Bəs bələdiyyələr ya da xüsusi mülkiyyət ola bilərmi? Bələdiyyələr də yerli əhəmiyyətli kiçik su obyektlərinə sahib ola bilərlər, amma xüsusi mülkiyyət çox məhduddur. Yalnız şəxsi torpağınızda yerləşən, kiçik, təbii axarı olmayan, yəni başqa çay və ya gölla əlaqəsi olmayan bir gölməçə məsələn sizin ola bilər. Deməli, çox kiçik miqyasda. Bəli, onu da qeyd edim ki, qanunvericilik əcnəbi vətəndaşlara və ya şirkətlərə su obyektləri üzərində xüsusi mülkiyyət hüququ vermir, bu da suyun strateji əhəmiyyətini göstərir. Aydın oldu. Deməli, əsasən dövlət idarə edir. Bəs bu idarə etmə mexanizmi necə işləyir? Dövlətin konkret öhdəlikləri və vəzifələri nələrdir? İdarə etmədə bir neçə əsas prinsip var. Birincisi, iqtisadiyyatla ekologiya arasında balans tapmaq. İkincisi, əhalini keyfiyyətli içməli su ilə təmin etmək. Üçüncüsü isə ərazi və hövzə prinsiplərini uzlaşdırmaq. Bəs dövlətin konkret işləri nədir? Dövlətin vəzifələri çoxdur. Məsələn, ümumi su siyasətini müəyyən etmək, dövlət proqramları hazırlamaq, sonra su ehtiyatlarının monitorinqini, uçotunu, yəni kadastrını aparmaq, kimin nə qədər sudan istifadə edə biləcəyini, yəni limitləri və qaydaları təyin etmək, istifadə üçün icazələr vermək, su istifadə haqlarını müəyyən etmək və əlbəttə bütün bunlara nəzarət etmək. Bəs Naxçıvan və bələdiyyələr, onların da rolu var. Bəli, Naxçıvan Muxtar Respublikasının öz səlahiyyətləri var, bələdiyyələr də yerli səviyyədə müəyyən məsələləri həll edirlər. Planlaşdırma üçün isə xüsusi sənədlər, su təsərrüfatı balansları və suyun kompleks istifadə sxemləri hazırlanır. Belə başa düşdüm ki, çox şaxəli bir sistemdir. Bəs biz, yəni adi vətəndaşlar və ya müəssisələr sudan necə istifadə edə bilərik? Bizim hüquqlarımız, vəzifələrimiz nədən ibarətdir? Həm fiziki şəxslər, yəni siz, mən, həm də hüquqi şəxslər, yəni şirkətlər su istifadəçisi ola bilər. Bu istifadə hüququ müəyyən müddətə verilir. Ya uzun müddətli 25 ilə qədər, ya da qısa müddətli 3 ilə qədər ola bilər. Maraqlıdır. Qanunda su servitutu deyilən bir anlayış da var. Bu, belə deyək, başqasının su obyektindən məhdud istifadə hüququdur. Məsələn, qonşunun ərazisindən keçən bulaqdan malqara suvarmaq üçün istifadə etmək. Çox vaxt bunun üçün xüsusi icazə də tələb olunmur. Yəni qonşuluq hüququ kimi bir şey? Bəli, oxşar bir prinsipdir. İstifadə növləri də çoxdur. İçməli su təchizatı, müalicə kurort, istirahət, sənaye, kənd təsərrüfatında suvarma, energetika, nəqliyyat, balıqçılıq və s. İstifadəni iki yerə bölmək olar. Ümumi istifadə və xüsusi istifadə. Fərqləri nədir? Bunun üçün mütləq icazə alınmalı və əksər hallarda istifadə haqqı ödənilməlidir. Yəni məsuliyyətli olmaq lazımdır. Tamamilə aydındır. Keçək mühafizə məsələsinə. Bu yəqin ki, ən vacib məqamlardan biridir. Elə deyilmi? Sularımızı necə qoruyuruq? Bəli, çox vacibdir.
Məcəllənin əsas tələbi budur ki, bütün sular çirklənmədən, zibillənmədən və tükənmədən qorunmalıdır. Praktikada bu necə təmin edilir? Bunun üçün konkret mexanizmlər var. Məsələn, çayların, göllərin ətrafında su mühafizə zonaları yaradılır. Bu zonalarda bəzi fəaliyyətlər, məsələn, tikinti, əkin işləri, heyvan fermalarının yerləşdirilməsi məhdudlaşdırılır və ya qadağan edilir. Aha. Həmin zonanın içində lap sahilə yaxın isə daha sərt rejimli sahil mühafizə zolaqları olur. Orada demək olar heç nə etmək olmaz. Bəs içməli su mənbələri? İçməli su mənbələri xüsusi nəzarətdədir. Onlar üçün ayrıca sanitariya mühafizəsi zonaları müəyyən edilir və orada rejim daha da sərtdir. Tulantı sularının axıdılmasına gəlincə, buna yalnız çox ciddi şərtlər daxilində icazə verilir. Sular mütləq təmizlənməli və bunun üçün xüsusi icazə alınmalıdır. Yəni təmizlənmədən axıtmaq olmaz. Qətiyyən olmaz. Həmçinin Məcəllə suların zərərli təsirinin, yəni daşqınların, su basmanın, sahillərin yuyulmasının qarşısının alınması üçün də tədbirlər görülməsini tələb edir. Bir də balıqçılıq üçün əhəmiyyətli sular və ya xüsusi qorunan təbiət ərazilərindəki su obyektləri üçün əlavə mühafizə tədbirləri var. Deməli, belə çıxır ki, su məcəlləsi həqiqətən də Azərbaycanın su sərvətini qorumaq, ondan düzgün istifadə etmək üçün çox əhatəli, detallı bir hüquqi çərçivə yaradır. Mülkiyyətdən tutmuş istifadəyə, qorunmaya qədər hər şey nəzərə alınıb. Tamamilə doğrudur. Məcəllə çox şaxəlidir, əhatəlidir. Amma bilirsiniz, sonda belə bir sual ortaya çıxır. Yəni, kağız üzərində bu qədər əhatəli bir qanunumuz var. Görəsən, real həyatda bu məcəllə müxtəlif maraqları, sənayenin, kənd təsərrüfatının, əhalinin tələbatını və təbiətin özünün maraqlarını necə effektiv tarazlaşdırır? Həqiqətən də düşündürücü sualdır. Bəli, bu qaydaların praktikada tətbiqi, o həssas balansın qorunması, bax bu daim diqqət mərkəzində olmalı məsələdir. Üzərində düşünməyə dəyər.